Dünyanın ən maraqlı nəqliyyat muzeylərinin birinin məhz İstanbulda yerləşdiyini bilirdinizmi? Əminəm ki, bir çoxlarınız İstanbulda olub, gəzməli görməli yerlərini ziyarət edib, lakin muzeylərdən danışaraq məncə nəqliyyata heç marağınız olmasa belə bu muzeyi siz bəyənəcəksiniz. Giriş qiymətlərini isə videonun sonunda deyəcəm. Oğlumla gəldim buranı ziyarət etməyə və çox bəyəndim. Avropanın bir neçə nəqliyyat muzeylərində olmuşam, ən böyüyü məncə bura oldu. Muzeydə ötən əsrdən başlayaraq dünyada istismar olunan qatarlar, lokomotivlər, onların kiçik modelləri, bax bu cür kiçik şəhər maketləri də xırda detallarına qədər nümayiş olunur. Eyni zamanda burada rekvizitlər var, qatarda istifadə olunan qab-qacaq və aksesuarlar, heyətin formaları, vağzallarda istifadə olunan saatları belə görə bilərsiniz. Əlbəttə ki, burada tarixi tramvayların maketləri də var. Dənizçilik zalında isə ideal vəziyyətə gətirilmiş taxta qayıqlar, katerlər, yaxtalar, o dövrün həyatını göstərən installyasiyalar və maketlər, hətta gəmi mühərriklərinin özləri belə orijinal ölçüdə nümayiş olunur. Muzeyin çöl hissəsində isə böyük gəmilər də var. Gəmilərə qalxa da bilərsiniz, buradan belə bir mənzərə açılır. Və təbii ki, burada retro avtomobillərin böyük sərgisini ziyarət edə bilərsiniz. Eyni zamanda yarış maşınları da var, müasir avtomobillər də var. Bu misal üçün Türkiyənin istehsal etdiyi ilk elektromobil TOGG-dur. Bütün dövrlərə aid retro avtomobillər var burada. O qədər ideal vəziyyətdə saxlanılır ki, sanki təzəlikcə zavoddan çıxıb. Bu tarixə toxunmaq ayrıca bir hissdir. Özünüzü sanki o dövrün filmlərində hiss edirsiniz. Bu muzeyin maraqlı hissəsi həm də odur ki, o interaktiv formada qurulub. Burada mexanizmlərin necə işləməsinin canlı şahidi olursunuz. Hər şey çox yaxşı qulluq edirlər. Onu da qeyd edim ki, burada lazım olan yerlərdə panduslar da var. Yəni burada uşaq və əlli arabası ilə rahat gəzəcəksiniz. Və təbii ki, velosipedlər və motosiklər öz yerini bu muzeydə tapır. Və bura nəinki nəqliyyat, sanki bütün texnologiyaların muzeyidir. Burada hətta paltar yuyan və qab-yuyan maşınların iş prosesini göstərən şəffaf maketlər də var. Muzeyin çöl hissəsində isə Sovet dövrünün avtomobillərinə rast gəldim. Qeydiyyat nömrələrinin Azərbaycana aid olmasını lap təəccübləndirdi. Açıq havada burada real ölçüdə təyyarə maketlərinə və qatarlara baxa bilərsiniz. Business jet tərəzisinin içərisinə də hətta daxil ola bilərsiniz. Bu muzey İstanbulda 1994-cü ildən fəaliyyət göstərir. Onun əsasını qoyan Türkiyənin tanınmış iş adamı Rəhmi Mustafa Köçün isə bu cür portret illüziyası bu muzeydə quraşdırılıb. Muzey İstanbulun Bəyoğlu rayonunda yerləşir. 2025-ci ilin aprel ayına böyüklər üçün giriş 700, uşaqlar üçün isə 350 lirə təşkil edir. Bəs siz İstanbulun hansı muzeyini ziyarət etməyi tövsiyə edərdiniz? Şərhlərdə yazın və yeni videolar üçün səhifəyə abunə olmağı da unutmayın.